Yadınızdadırsa, aylar əvvəl mən saç baxım məhsulları, şampunlarla bağlı bir sorğu paylaşmışdım və mənə gələn məsləhətlərə əsasən demək olar bir çox şey sınamışam. İndi sizinlə onları bölüşmək istəyirəm. Birinci bundan başlamaq istəyirəm. Burada ən çox təriflənən və məsləhət görülən şampun və saç baxım kremi belə deyək. Saçları ümumiyyətlə canlandırmadır, tökülməsidir, yumşaqlıqdır, parlaqlıqdır, ona xidmət eləyir. Və mənim də saçlarımda əsas problem codluq, saç qıranın, codluq dediyim, pırtıldama baş verir və bir də saç tökülməsi və tez yağlanma. Mənim 3 əsas problemim bununla bağlı idi. Bu şampun aşırı saçımı yağlandırır və aşırı belə başıma yapışdırırdı. Bu mənə elə gəlir ki, ümumilikdə yaxşı şampundur, amma kimi ki saç telləri qalındır, kimi ki saçları coddur, kimi ki saçları heç bir halda darağa gəlmir, çoxlu balzam istifadə eləyir, parlaqlığı yoxdur. Bax, o saçlar üçündür. Quru saçlar üçün daha yaxşıdır. Yağlı saçlar bundan istifadə eləməyə məsləhət görmürəm, amma quru saçlar bundan istifadə eləyə bilərlər. Bu şampun ümumilikdə hər kəsin öz saç tipinə görə olanını alsa, kifayət qədər qiymətinə görə yaxşı şampundur və mən düşünürəm ki, hər kəsin öz saç tipinə görə uyğun olanını alsa, hər kəsə yaraya biləcək şampundur. Sadəcə bunun davamlı istifadəsi, məsələn 2 ay, 3 ay, 4 ay istifadə edəndə arada bir şampunu dəyişmək daha faydalı olar, amma belə dediyim kimi qiymətinə görə yaxşı şampundur Urban. Bu ən çox məsləhət olunanlar arasında olanlardan Tresan adlı şampun. Tresan mənim bunların arasında saçıma ən yaxşı düşən şampun oldu. Saç tökülməmi kəsdi, saçıma parlaqlıq verdi, saçım daha az yağlandı və məndəki sırf kafeinlə olan idi. O qurtarıq şampun bu balzamıdır. Kafeinlə olan mənim saçıma çox bomba təsir elədi. Bunun da yenə də müxtəlif növləri var. İlla ki gedin kafein alın sizə bomba düşəcək deyə bilmərəm. Çünki cicirtkənisi var, aloylusu var idi. Onun da rozmarinlə olanı var idi. Yəni siz saçınızın tipinə görə alıb yoxlaya bilərsiniz. Mən orada məsləhətləşmişdim və mənə kafeinisini məsləhət görmüşlər və mən çox razı qaldım. Demək olar ki, bu qədər şampunun arasında ən çox razı qaldığım və mənim saçıma ən yaxşı düşən bu oldu. Son zamanlar təriflənən Sil markasından. Mən Sil markasından belə bir dəst almışam. Rozmarinli şampundur, rozmarin suyudur və rozmarin yağıdır. Yağ daha çox təriflənirdi. Mən üçünü birlikdə aldım ki, faydasını görüm. Ümumiyyətlə şampun alanda çalışıram ki, birlikdə alın bir çox şeyini ki, hər tərəfli xeyir eləsin. Uzun sözün qısası, şampununu artıq saçımı onunla yumuşam. Yaxşıdır, pis deyil. Balzam istifadəsinə gərək yoxdur yenə də. Hələ ki Tresandan aldığım o xoşbəxtliyi bundan ala bilməmişəm, amma ilk yumadan da nəsə deyə bilmərəm, çünki bunların ikisini hələ istifadə eləməmişəm. İndi bunları istifadə eləyəcəm ki, hansı ki nəzərə alsaq ki, bu sırf saç tökülməsinə qarşıdır. Əgər saç tökülməmi azaltsa, saçlarım daha tez uzansa, burada baby saçlarım çıxsa, yaxşı olacaq. Amma ümumilikdə belə deyim ki, heç bir şampun ümumiyyətlə almayın deyəcəyim bir şampun deyil. Hər kəsin öz saç tipinə görə alsa yaxşı olar və artıq mənim burada belə çuqulu baby saçlarım çıxıb və bu artıq uzun zamandır saçlarıma elədiyim baxımı sayəsindədir. Saçlarımı kəsdirməyimin səbəbi saçlarımın ümumilikdə yenidən daha sağlam uzatma istəyim idi və biraz da dəyişiklik istedim ona görə. Amma ümumilikdə nəzərə alsaq, dediyim kimi yenə də siz çalışın hər zaman. Yəni müxtəlif şampunlar sınayıb sizə hansı daha yaxşı düşür, onu təyin edib onu alın. Belə bu qədər. Növbəti verilişlərimizə görüşərik.